qıraqdan düşünən hər bir insan deməzdim, yəni çoxluq, yəni əlilliyi olan şəxsdir, onsuz da bacarmaz, onsuz da yəni məhdud insandır deyə düşünürlər. Amma biz öz yaşayışımızla, yəni aktiv olan əlilliyi olan şəxsləri nəzərdə tuturam, aktiv həyatları ilə onlara göstərirlər ki, həmin o düşüncədə olan insanlara göstərirlər ki, həqiqətən də həmin onların düşüncələri sadəcə təsəvvürlərdədir. Mən də öz adıma deyə bilərəm ki, ən böyük arzularımdan və hədəflərimdən biri ali təhsil almaq idi. Ali təhsilimi aldıqdan sonra öz peşəm üzrə, öz ixtisasım üzrə çalışmaq idi ki, hansı ki bunlara artıq nail olmuşam. Peşəkar idmanda öz gücümü sınamaq idi. Təbii ki, həmişə qalib olmamışam. Müxtəlif illərdə, müxtəlif ölkələrdə beynəlxalq yarışlara qatılmışam. Bir dəfə qalib gəlmişəm, 3 dəfə məğlubiyyətə düçar olmuşam. Amma bunlar mənim yıxılmağıma səbəb olmayıb, əksinə daha da güclənməyimə səbəb olub. Və düşünürəm ki, yəni heç bir insan həmişə qalibiyyətlə üzləşmir. Yəni mütləq məğlubiyyətlə üzləşir və bu məğlubiyyətlərdən də güc alaraq daha da yoluna yeni enerji ilə davam edir.